Deyir ki, bax burada birincidə verilmiş cismin molekullarının sayının Avogadro sabitinə olan nisbəti nə adlanacaq? Maddə miqdarı. İkincidə Boltzmann sabiti. Boltzmann sabiti K idi, düzdür? Joule bölünsün. K-nın düsturu nədir? P bərabərdir NKT. N tapanda nə edirdin? P-ni bölürdün. K-nın tapanda P-ni bölürdün T-yə, düzdürmü? Hı? Sonra P-nin yerinə təzyiqin vahidi nə idi? Pascal idi, düzdür? Yəni Newton böl metr kvadratı, düzdürmü? Vurulsun. Sonra N-in vahidi nə idi? 1 böl metr kubu. T-nin də vahidi nə idi? Kelvin. Hə? Buradan bu getdi. Kelvin. Buradan bu getdi. Nə qaldı? Newton metr. Düzdürmü? Böl nə? Kelvin. Newton metrə də nə deyirik? Joule. Joule böl Kelvin. Gördün? Sonra elədi A variantı. Üçüncüdə. Deyir ki, M bölünsün. M bölünsün. M vurulsun. N. Nəyə bərabərdir? Düzdür? Bunu belə yazsaq, nə yazacağım? M-i məxrəcə salsam, N bölünsün. M bölünsün. N. Bizə verəcək nəyin maddə miqdarını? N bölünsün. N. Düzdür? N-ün düsturu nə idi? N böl N-a. N-a hara qalxacaq? Sürəti olacaq. Cavab nə? N-lər ixtisar gedəcək, olacaq N-a. Avogadro sabiti. Düzdür? Verilmiş kütləli həcmini 2 dəfə azaltdıqda V2 bərabərdir V1 böl 2. Verilmiş kütləli M bərabərdir konstant. Nə deyir mənə? Molekulların sayı neçə dəfə dəyişər? Düzdür? N bərabərdir sual. Buna hansı düsturdan yaza bilərik? Nə yazmısan düsturda? Deməli, qazın həcmini 2 dəfə azaltdıqda molekulların sayı bəli dəyişməyəcək. Cavab olacaq C variantı. Çünki aslı deyil. Sonra verilmiş kütləlidir ideal qazların aparılan proses zamanı hansı fiziki kəmiyyətlər sabit qalır? Baxırıq NT. N sabitdirsə, demək həcm də sabitdir. Həcm sabitdirsə, düzdürmü? Aha, demək qazın həcmi nə oldu? Çünki N bərabərdir nəyə? N böl V-dir də. Konsentrasiya sabitdirsə, həcm də sabitdir. Həcm sabitdirsə, qazın sıxlığı da dəyişməyəcək. Verilmiş kütləli demir, o bərabərdir N böl V-yə. Düzdürmü? Bəs təzyiqi temperatur artdığı üçün NKT-dən N sabit qaldığı üçün temperatur nə olacaq? Artırsa təzyiq də artacaq, bəli. Olacaq yalnız 1-2 C variantı. 9. Deyir qazın temperaturunu 800% azaltdıqda T2 bərabərdir 800%, düzdür? Azaltmaq. 800% artırdıqda 800% artırmaq nə deməkdir? 800 T1, düzdür? T1-in özü neçə faizdir? 100%. Onda olur neçə dəfə artır? 9 dəfə. Orta kvadratik sürət necə dəyişər? V bərabərdir. Düsturumuz nə idi? 3 RT böl M. Düzdür? Əgər temperatur 9 dəfə artırsa, V də 3 dəfə nə olacaq? Artacaq. Bəli. Sonra bura baxırıq. Deyir ki, sabit kütləli M bərabərdir nəyə? Konstantı. 1, 2, 3 nöqtələrində qazın həcmini müqayisə edin. Burada 1, 2, 3 nöqtələrini verməyib. Ona görə 1, 2, 3 verilib. Ona görə indi həcmi müqayisə etmək istəsəm, PV böl T deyilmi? Buradan V-ni tapsam, nə olacaq? T böl P. Düzdür? T-ni P-yə bölən nəyi verir bu bucağın? Kotangens alfasını. Kotangens alfa kiçikdirsə, V daha böyük olacaq. Düzdür? Buranın bucağı daha kiçik olduğu üçün, bu alfa 2-dən. Onda V3, bəli, böyük olacaq. V1 və V2 bir-birinə nə olacaq? Bərabər olacaq. Çünki niyə eyni bax xətt üzərindədir V1 ilə V2? Deyir 8 mol, 10 mol. Nü bərabərdir 10-a. M bərabərdir sual. Nü nə idi? M böl M-ə. M tapsam, nünü M-ə nə etməliyəm? Vurmalıyam. Düzdür? Nünü verib 32 qram, mol da verib 10. Düzdürmü? M-i verib 32. M verib. Onda eləyəcək 320 A variantı. 9. Deyir ki, şəkildə nə edib? Deyir zərrəciyin orta kinetik enerjisi necə dəyişər? Aha. Kinetikin düsturu nə idi? 2-də 3 KT.
PV bərabər böl T konstant deyildi. Buradan PV-ni tapsaq nə alacam? T almıram. Hətta düstur da var idi. Nü R T. Verifikə ondan yazdım. Nü sabit, R sabit. İndi bax. Bura uyğun PV nədir? Bax 1-ə uyğun PV. Bax burada. Görsən? Bura uyğun PV. P0 V0 neçə elədi? 5P0 V0. Düzdür? Bura uyğun nədir? 4P0 V0. 4P0 V0. Düzdür? 4P0 V0-dan 5P0 V0-a gələn zaman temperatur neçə dəfə artacaq? 1,25 dəfə artacaq. Bəli, 5-i 4-ə bölüb 1,25 dəfə artacaq. Onda kinetik enerji neçə dəfə artacaq? 1,25 dəfə artacaqdır. Molekulların bir-birini dəf etməsi. Dəf etməsi nə deməkdir? Bunları sıxmışıq, yenidən açmaq istəyir. Düzdür? İndi gəl baxaq. Mis çubuğun çətin dartılması, xeyr. Mis çubuğun çətin sıxılması. Bəli, çünki açılmaq istəyir də. Demək bunlar necəymiş? Sıxılıbmış. Sonra bəli, əks təsir istəyir. Olsun. Sonra sabit həcm V bərabərdir konstant. T2 bərabərdir nəyə? 4T1-ə. Konsentrasiya necə dəyişir? Konsentrasiyanın düsturu M böl V-dir. V sabitdirsə N nə olacaq? Sabit olacaq. Temperaturu dəyişsək də N dəyişməyəcək. Bəli. 12. 12-də məndən PV bərabərdir nü RT. Nəyə soruşur? Təzyiqini. P-ni tapanda nü RT-ni nə edəcəm? V-yə böləcəm. T-ni V-yə bölsəm bu bucağın mənə nəyini verəcək? Kotangens alfasını. Onda olacaq nü R kotangens alfa. Gördün? 13. Bağlı qabdakı qazın temperaturunu 15 Kelvin qızdırdıqda 15 Kelvin nə deməkdir? T1 üstə gəl 15. Düzdür? Təzyiqi isə 5% artır. P1 üstə gəl 5%. 0-dan %5 deməkdir 5%. O da edir nə? 1,5 P1. Düzdür? İndi gəl nisbəti tapaq. Bağlı qab olduğu üçün həcm nə olacaq? Konstant. Düzdürmü? Gəl bölək. P1 böl P2 bərabərdir nəyə? T1 böl T2-yə. Düzdür? Onda buradan alıram ki 1 böl 100 böl 105. Düzdür? P1-lər xısar gedəcək. Qalacaq nə? T1 bölünsün. T1 üstə gəl 15-ə. Düzdürmü? Həll eləyəndə nə alacam? 100 T1 bərabərdir. T1 üstə gəl. 100 T1 üstə... Dəqiqə, düz vurum. 100 T1 üstə gəl. 15-i 100-ə vuranda. Burada 15 idi, hə? 1500. Bir dəqiqə. Yüzdə 1,5. Yüzdə 105. Gəl belə yazmanda. Çünki burada 105. Düzdür? T1-ə. İndi böləndə hər tərəfi 100-ə nə olacaq? Bayaq dediyim kimi T1 bərabərdir. 1,5 yox. 1,5 eləyir də bölünür. T1 üstə gəl. 15 bərabər nə? 1,5 T1-ə. Düzdür? Keçəndə ora nə qalır? 0,5 T1 bərabərdir 15-ə. T1-i neçə alacaq? 15-i 0,5-ə böləndə nə olacaq? 300. Başa düşdün? Bəli. Bax, burada bilsən, bir də deyirəm, necə elədim. Yəni, vurdum, kəsin, çarpaz vurdum, gətirdim 100 T1, prosto vurub açmadım ki, təzdən yenə çıxacaq. Ona görə ixtisara apardım. Bəli. 100 vurulsun, T1 üstə gəl 15, bərabər oldu 105 T1-ə. Sonra hər tərəfi 100-ə böldüm, 1,5 T1. T1 üstə gəl 15, bərabər oldu 1,5 T1-ə. Burada mötəzəni vurub atsam da eyni şeyi alardım. Prosto yenidən təzdən bölməli olacam 100 onsuz. Ona görə birincidən böldüm. Bu qədər. 15 isə bəli səhv idi. Çünki nə istəyir soruşmur demir. Amma belə edə bilərik. Bax 15-i.